Salam, hər vaxtınız xeyir olsun değerli YouTube izleyicilerimiz. Bugün size Zabrat bir qəsəbəsindən həm evin, həm də torpağın kupçası olan tam hazır girip yaşayabileceğimiz ipotekaya da yararlı 4 otaqlı tam təmirli həyət evimizi təqdim edəcəm. Videomuzu sona kadar izleyin. Bütün məlumatları videomuzun daxilində qeyd olunur. Zabratda belə bir qiymətə bu ərazidə belə bir ev yoxdur. Zabratda 118 nömrəli marşrut yolundan cəmi 100 metr məsafədədir. 3 sot torpaq sahəsində yerdən 9 daş kürsüdə tikilib. Mərkəzi kanalizasiya sistemi olan evdir. Heç bir zabora bitişiyi yoxdur. Hər bir tərəfi yaşayış olan yerdədir. 3 sotun içində yerdən 9 daş kürsüdə 4 otaq 130 kvadratda evin ümumi sahəsidir. Az önce qeyd etdim ki, tam hazır girip yaşayabilirsiniz. Çünkü evin içində mətbəx mebeli, kombinin aparatı, radiatorlarına qədər hər biri qoyulub. Sanitar qovşağın aksesuarları da var. Qazı, suyu, işığı daimi fasiləsizdir. Evin tikintisi zamanı en yüksek keyfiyyət materiallardan istifadə olunur. Əmin olun ki, evin yerləşmə yerini də çox bəyənəcəksiniz. Həyətimizin əksər hissəsi tamiddaşla döşənilib. Həyətinə bir neçə maşın çox rahatlıqla daxil ola bilir. Belə bir həyətdə gözəl manqalxanası var. Evin padvalına da bir yerdən girişi var. Sol tərəfdə kombi yeridir. Hətta padvalını da sizə göstərmək istəyirəm. Bu evin yerləşmə yerində nəmişliyi falan yoxdur. Tam rahatçılıqla gəlib ala bilərsiniz. Evin altı beton, üstü kəmər, dörd bir tərəfi qoşadaşla tikilib. Zaborlarından məsafəsi saxlanılaraq tikilib. Həyətində çox gözəl dekorativ ağaçları, gül çiçəyi də əkilib. İndi isə daxil olaq evimizin içinə. Ön hissəsində görürsünüz, balkon kimi saxlanılıb. Hazırda balkonlu evlərimizə tələbat çoxdur. Bu da evin çardağına olan girişi. Bir də belə göstərim evin həyətini. Evin ətraf hissəsində görürsünüz, hər biri 2 mərtəbə, 3 mərtəbə həyət evləridir. Değerli YouTube izleyicilerim, evin qiyməti isə 130 min manatla satışa çıxıb. İnşallah ki, real alıcılarımız olsa bizim səhifədən gələn müştərilərə ev sahibi tərəfindən xüsusi endirimdə olunacaq. Evimiz dəhliz sistemli evdir. Dəhlizinə daxil olduqda solda gəlir evin mətbəxi, sağda isə gəlir evin qonaq otağı. 4 bir divar qoşadaşla tikilib. Pəncərələri geniş şəbəkə pəncərələr. Qapıları da beyaz, ağır, bahalı qapılardır. Bura evimizin qonaq otağı. Məlumatlarını bir daha təkrar edirəm. Zabrat 1, 118 nömrəli marşrut yolundan cəmi 100 metr məsafədə 3 sotun içində 9 daş kürsüdə 4 otaq 130 kvadratda evin ümumi sahəsidir. Tam təmirli vəziyyətdədir. Tam hazır girib yaşayabiləcəyiniz evdir. Hər bir otağın geniş pəncərəsi, aboyları var. Polunun lakına qədər hamısı çəkilib. Sənədi evində, torpağında kupçası. Qiymət 130 min manat. İnşallah ki, real alıcılarımıza xüsusi endirim olunacaq ev sahibi tərəfindən. Kim alacaqsa Allah həm alan müştərimizə, həm də satana xeyrini versin inşallah. Kanalıma abunə olmağı, videolarımı bəyənməyi unutmayın. Əziyyət çəkib sona qədər izlədiyiniz üçün təşəkkür edirəm. Göz haqqınızı halal edin. Bu da ən sonuncu sanitar qovşağımız. Əlavə nə sualınız olsa buyurub zəng edərək məlumat ala bilərsiniz. Betonlu, kəmərli, dörd bir tərəfi də qoşadaş.